Ehtiyatların düzgün planlanması niyə vacibdir? Bizneslər iki səbəbdən maddi itki ilə üzləşə bilirlər. Birincisi odur ki, tələb olunandan daha artıq stoklamaq, yəni overstock dediyimiz səbəb. İkincisi isə tələb olunandan daha az səviyyədə və miqdarda stoklamaq, bu da out of stock dediyimiz səbəbdir. Bunların hər ikisi biznes üçün arzu olunmayan hallardır. Şirkətlərin istədiyi odur ki, ən optimal miqdarda ehtiyat saxlayaraq həm tələbi düzgün idarə eləmək, həm də gələcək ani tələb dalğalanmalarından daha uğurlu çıxmaq. Bunun üçün isə ehtiyatları düzgün planlamaq, doğru miqdarda stok və doğru miqdarda ehtiyat stoku, safety stok saxlamaq məşğuliyyətindədirlər. Bunun üçün biz bu təlimdə həmin metodları tətbiq şəkilləri ilə birlikdə təqdim edəcəyik.